Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən Dövran Cəfərov. Bugün sizlərlə birlikdə qeyri-aşkar operatorlar mövzusundan çətin və orta tipdə olan bir neçə misal izahına diqqət yetirəcək. 71-ci sualdan başlayaq. 71-ci sualda 4 operator birdən 18, 5 operator birdən 21, 4 operator üstdən 30 alınıb. Bizdən 3 operator 5-in qiymətini istəyir. Təbii ki, biz misala istənilən istiqamətdən başlaya bilərik. Şərt deyir ki, elə birinci sıradan başlayaq. Misal üçün ikinci sıradan başlasam. 21'i almaq üçün mən ilk olaraq ağlıma gələcək əməl təbii ki olar 7 vurulsun 3 olar. 7 və 3'ü necə almaq olar? Deyirəm 5'in üzərinə 2 gəlim. Standart olaraq 1'in də üzərinə 2 gəlim. 7'ni 3'ə vururam, 21'i alıram. Təbii ki standart olaraq hər iki tərəfə eyni toplama gəldiyim üçün bu mənə məntiqli gəlir və digərlərini yoxlamağa başlayıram. 4'ün üzərinə 2 gəlirəm, edir 6. 1'in üzərinə 2 gəlirəm, edir 3. 6'ın 3'ə vururam, 18. Bəli, ödədi. 4'ün üzərinə 2 gəlirəm, 6. 3'ün üzərinə 2 gəlirəm, edir 5. 6'nı 5'ə vururam, 30 alıram. O zaman gəlin ilk olaraq 3'ün üzərinə 2 gələyim, 5 etsin. 5'in üzərinə 2 gələyim, 7 etsin. 5 7'yə vuraq, bərabər olsun 35'ə. Cavabımız oldu A variantı. Təbii ki 72-ci sualı fərqləndirməmişəm. Nə üçün? Məncə siz yazarsınız 72-ci sualı. 100, 64, 36, 25, 9, 1, 49, 16 hər biri kvadratdır. Misal üçün deyərsiniz ki 100 10'un kvadratıdır. 64 8'in kvadratıdır. Onu 8'e vursa 80 alarsınız. Eyni qaydada digərlərini də həll etməyə çalışın. Misal üçün 73 nə üçün demədim? Çünki 10'u 6'ya vurduqda 60 edir elə. 60'dan 50 almaq üçün 10 da çıxarıq. Bərabər olur 50'yə. Və yaxud da 5'i 8'ə vuranda 40 edir. 40'dan bu 5'i yenidən çıxarıq. Bərabər olur 35'ə. Bu qaydada siz sona qədər gedə bilərsiniz. Yəni 7'ni 9'a vurasınız 63. Çıxarsınız birinci tərəfdə olan 7'ni. Bərabər olacaq 56'ya. 9'u 3'ə vurun 27. Çıxın birinci tərəfdə olan 9'u. Bərabər olsun 18. Belə. Cavab olsun C variantı. Keçdik 74-cü suala. 74-cü sualda nəticə hissəmiz baxın mötəzənin içərisindəki hissədir. 9'u almaq üçün 84 ilə 33'ü toplayıram. Bərabər olur 117'yə. Sonra 117'nin rəqəmləri cəmi, yəni 1 üzərinə yazsın, 1 üzərinə yazsın 7'ni tapıram. Bərabər olur 9'a. İkincidə 79 ilə 42'ni cəmləyirəm. Bərabər olur 121'ə. Rəqəmləri cəmi olur 4. 65 ilə 63'ün cəmi edir bizdə 128. Rəqəmləri cəmi 11. 94 ilə 52'ni cəmləyək. Olsun neçə? 136 və yaxud da 146. Bunun üstə 146 edək. 1 4 6'nın cəmi bərabər olacaq 11'ə. Cavabımız oldu B variantı. 75'də 21'i 13'ə vurub üzərinə 1 gəlsəz 274'ü alarsınız. Yəni vurub üzərinə 1 gəlmək, vurub üzərinə 1 gəlmək. 29'u 7'yə vursaz edəcək 203, üzərinə 1 gəlsəz 204. Görürsünüz nə qədər sadə gedir. 76, 36, 49, 49 hər bir kvadrat. Bu 6'nın, bu 7'nin, bu 7'nin kvadratıdır. Geri qalan hissəsinin, yəni ki, bərabərliyin sol tərəfində hansı əməliyyat aparmaq lazımdır? Özünüz aparırsınız, cavabı tapırsınız. Keçək sonra 79-cu suala. 79'da. Misal üçün 31 burada sadə ədəddir. Elə 31'i hər hansısa bir vuruq şəklində göstərə bilmərik. Amma 31'i biz hər hansısa bir ədədlərin cəmi kimi. Misal üçün 4 üzərinə gəlsin 27 kimi göstərə bilərik. Baxın 4 və 27'ni yazdım. Bəs bərabərliyin sol tərəfindən biz 4 və 27'ni ala bilərik. Niyə almayaq? 2'ni kvadratı yüksəldərik 3'ü kuba. İkincidə yoxlayaq. 4'ün kvadratı 16. 1'in kubu 1. 16 ilə 1'in cəmi bərabər olur 17'yə. Bəli, cavabımız doğrudur. Üçüncüyə tətbiq edək. 2'nin kvadratı 4. 5'in kubu 125. Cəmi bərabər olur 129'a. 8'in kvadratı 64. 2'nin kubu bərabər olur 8'ə. Cəmi bizdə idi 72. Cavabımız oldu D variantı. Bu qaydada misal üçün biz baxaq, hansını fərqləndirmişik? 84-cü suala. Qaydamız nə idi? Demişdik ki, operatorun bir tərəfi digər tərəfindən ardıcıl olaraq böyütsə, ilk əməliyyatını çıxma olacaq. Baxırıq, birinci sırada ödəyir, ikinci sırada ödəyir, üçüncü sırada ödəyir, amma dördüncü sırada ödəmir. Demiş, ilk əməliyyatını çıxma olmur. O zaman bölmə də olmur. Geriyə nə qalır? 2 əməliyyat. Toplama və vurma. 5'i 4'ə vursam edir 20. Bəs 5 ilə 4'ün cəmi neçə edər? 9 edər. 20'dən 9'unu çıxıram, baxıram 11'i alıram. O zaman ikincidə yoxlayaq. 6'nı 3'ə vuram. 18. 6'nın üzərinə 3 gəlirəm, bərabər olur 9'a. 18 çıxı 9 bərabər olur 9'a.
7-ni vururam 4-ə. 28. 7 ilə 4-ün cəmi edir 11. 28 çıxı 11 bərabərdir 17-yə. 4-ü vuraq 6-ya. 24. 4 ilə 6-ın cəmi 10. 24 çıxılsın 10 bərabər olur neçəyə? 14-ə. Cavabımız oldu Y variantı. 85-ci sualda misal üçün, bərabərliyin sağ tərəfində siz ədədin özü kimi və yaxud da onun tərsi kimi baxa bilərsiniz. 1, 52-yə 25 kimi, 63-ə 36 kimi baxa bilərsiniz. Buradan siz nə alırsınız? 1-1-in, 25, 5-in, 36, 6-nın kvadratı. Bunu yazın 1, 5, 6-nı. Geriyə nə qalır? Sizin sol tərəfdən 1, 5, 6-nın alınması qalır. Onu da təbii ki, siz qaydalar əsasında tapa bilərsiniz. Misal üçün, operatorun sol tərəfindəki ədədlər sağ tərəfindəki ədədlərdən böyükdür. İlk əməliyyatınız olsun çıxma. 7-dən 6-sını çıxanda bu 1-i alarsınız. 6-dan 1-ini çıxsaq 5-i alarsınız. 8-dən 2-sini çıxsaq 6-sını alarsınız. Bu zaman 8-dən 3-ünü çıxsaq qalsın 5. 5-in kvadratı 25. Cavabımız oldu. Təbii ki 25. Amma nə lazımdır bizə? Sonuncu bir əməliyyat lazım. 25-in tərsi, yəni 52 lazım. Oldu cavabımız C variantı. Belə. İndi isə keçirik başqa yeni tip bir sualın izahına. Baxın görün. 92. Maraqlı bir sualdır. 14 və 10-dan 32 alıb. 9 və 14-dən 13 alıb. 21 və 23-dən 40 alıb. 18 və 26-dan bizə istənilir cavab. Yəni burada bir x olur. Baxın, bərabərliyin, daha doğrusu operatorun sol tərəfi sağdan böyük deyirlər. Onda elə bir vəziyyət yaradaq ki, operatorun sol tərəfi sağdan böyük olsun. Misal üçün, 14-ü vuraram 3-ə, edər 42. 42-dən 10 çıxaram, bərabər olar 32-yə. 9-u 3-ə vursam, 27. 27-dən 14 çıxsam, 13. 21-i 3-ə vuram, edir 63. Çıxıram 23-ünü 40. 18-i vurum 3-ə, etsin neçə? 54. 54-dən çıxaq 26-sın, bərabər olsun 28-ə. Cavabımız oldu C variantı. 93-ü məncə yazarsınız. Hətta burada bir ayrım edeyim. Qalanın sizlik olsun. Tapışırıq kimi. Rəy bölməsini yazmağı unutmayın cavabını. Keçək 95-ci suala. 95-də 63 və 35-dən 26 alıb. Və ya 6, 3, 3, 5-dən 26 alıb. Yəni, ədəd kimi də baxa bilərik, rəqəm kimi də. Göy və qırmızıdan kifayət qədər yazdıq. Yəni isə biraz yaşıldan yazaq. Baxın, məsələ nədir? 6-nı vurursa edir 18. 3-ün üzərinə 5 gəlir, edir 8. 18 ilə 8-in üzərinə 26. İkincidə yoxlayaq. 2-ni 4-ə vuruq, edir 8. 7 ilə 2-in üzərinə 9. 8 ilə 9-un üzərinə təbii ki, bərabər olur. Baxın, bu 17-yə. 1-i 3-ə vuruq, 3. 8-i 8-ə vuruq, 16. 3 ilə 16-ın üzərinə bərabər olur. Baxın, 19-a. 4-ü 5-ə vuruq, 20. 1 ilə 4-ün üzərinə 5. Bu ikisinin üzərinə bərabər olar. Baxın, 25-ə. Cavabımız oldu C variantı. 96-cı sual keçək. Baxın, nə etdik? Birinci tərəfi vurduqda elə burada. Eyni qaydada burada da. 4-ü 6-ya vurduqda neçə edir? 24. 2-ünü isə vuruq 6. 24 ilə 6-ın cəmi bərabərdir 30-a. 3-ü 8-ə vuram 24. 1-i 4-ə vuram 4. 24 ilə 4-ün cəmi 28. 2-ni 8-ə vursam 16. 5-i 7-yə vursam 35. Cəmi bərabərdir, baxın, bu 51-ə. 6-nı 4-ə vuraq, 24. 7-ni 8-ə vuraq, etsin neçə? 56. 24 ilə 56-ın cəmi bərabərdir 80-ə. Cavabımız oldu A variantı. 97-yə inanıram sizə, yaza bilərsiniz. Baxın, belə ayırıram 97-ni. Sizə tapşırıq olaraq verirəm. Cavabı rəy bölməsindən yazmağı unutmayın. 5 bölsün 34 var. Necə ala bilərik? Təbii ki, 34-ü siz ya 17 vur 2 kimi fikirləşə bilərsiniz. Və yaxud da 25 üzərinə gəlsin 9 kimi, yəni kvadratlar cəmi kimi. Qalıb bundan sonra sizin nöqtənizə, təbii ki, fikirləşin, necə həll etmək olar. Məsələn, keçim yeni tip sualın izahına. Baxın, görün, bu səhifədə varmı? Bəli, var, 101. Çox maraqlı sualdır və həmçinin qəbul tipli bir sualdır. Baxın, buraya yazıram, qəbul. Yəni, bu qəbul sualıdır. Yəni, qəbula yenidən düşə bilər. Hətta iddia edirəm, cavab da eyni ola bilər. Ona görə diqqətlə baxın. İlk olaraq ağlımıza gələn 2 ilə 1-in cəmi 3 olmasıdır. 1 ilə 5-in cəmi 6 olmasıdır. 8 ilə 1-in cəmi 9 olmasıdır. 2 ilə 3-ün cəmi 5-edir axı. Baxıram, cavab variantında 5 yoxdur. Demək bizdən bu cəmi istəmir. Bəs necə həll edərik? Çox sadə. Baxın, bu 1-i yazıram 2-nin qüvvətinə. Gəlin yazarım. 2 üstü 1. 2-ni də yazıram 1-in qüvvətinə. 1 üstü 2. Sonra cəmləyirəm. 2 üstü 1 elə 2-yə bərabərdir. 1 üstü 2 isə 1-ə bərabər. Cəmi 3 etdi. İkincidə tətbiq edək. 1 üstü 5 üzərinə gəlsin 5 üstü 1. Yəni,
1 üzərinə yazın 5 bərabərdir 6-ya. 8 üzəri 1, 1 üstü 8. 8 üzərinə yazın 1 bərabər olur. Baxın bu 9-a. Son olarak onda 2 üzəri 3 üzərinə gəlsin 3 üzəri 2. Yəni 8 üzərinə yazın 9 bərabər olur 27-yə. Cavabımız oldu A variantı. 102 də misal üçün 49 gördükdə, 81 gördükdə, 9 gördükdə 25 gördükdə. Mən kvadratlar ağlıma gəlir. Yəni nə isə kvadratda elə deyil. Misal üçün 49 nəyin olar? 7-nin kvadratı olar da. Onda 49 kökün altından salsam 7 çıxır. Tarazlığı bərpa etməsində 5-i kvadratı hissələrim 25 edər. 7 ilə 25-in cəmi misal üçün 32. Bu qaydada hər birini həll edərsiniz. Rəyləri də cavaba yazarsınız. Hətta sizə bunu tapşırıq olaraq verim. 100 üstə yenə baxın 5, 12, 13. Buradan bir Pifagor teoremi çıxara bilərsiniz. A kvadrat üzərinə yazın B kvadrat bərabər C kvadratına. Geri qalanı məncə siz həll edə bilərsiniz. Hətta 3, 4, 5 də var. Görün nə mükəmməl bir hissə vardı orada. O qədər onu da həll edərsiniz. Baxın görün başqa bir sual varsa həll edim. Yoxsa elə videonu burada dayandırım. Sizin marağınıza, diqqətinizi cəlb edəcək. Misal üçün 108. Hər zaman yəni ki konkret olaraq həll lazım deyil bizə. Təbii ki ilk olaraq suala da baxmaq lazımdır. Misal üçün qələmi alıb siz əlinizdə birbaşa 820, 461 kimi baxsanız, bunları toplasanız, çıxsanız heç bir nəticə almayasınız. Qeyri-aşkar operatorları, yəni bu mövzunu burada şifrələr mövzusu ilə inteqrasiya ediblər. Misal üçün buradakı işi baxın 823-ün ikisidir. 4 461-in 4-üdür. Bir isə yenə 461-in 1-idir. Həmçinin sırada duran ədədlərə baxaq. Misal üçün 4 3 5 nə yaradır? 435. 129. Gördünüz? 129. İndi olacaq 381. Cavabımız oldu 381. Yəni D variantı. Bu da bizdə sonuncu sual.